Xoş gördük Xumar xanım. Hoş gördük Vəslə xanım. Forumun Türkiyədə. gedişində, bəli, başqa bir ölkədə görüşürük. Siz ayrı bir ölkədən gəlmisiniz, biz Azərbaycandan gəlmişik. Forumun gedişində əhval-ruhiyyəniz necədir? Valla əhval-ruhiyyəmiz çox möhtəşəmdir. Çünki bizim diasporanın Mədəniyyət Nazirliyi sahəsində yaradılan belə bir şərait bizi çox qürurlandırır, çox sevindirir, çox həvəsləndirir gələcək işlərimizdə. İnşallah güc toplayıb gedəcəyik və hər şey çox gözəl keçir, çox səviyyəli keçir, bunu deyə bilərəm. İstəyirəm ki, bizim tamaşaçılara sizin əsərlərinizi göstərək. Burada sizin 2 tablonuz nümayiş olunur. Hələlik, hələ ki. Necə hələ ki? Yəni gələcəkdə inşallah duanız. Gələcəkdə daha çox əsərinizi bura gətirə bilərsiniz. Hansı əsərlərin nümayiş olunması, buna xüsusi bir qərar verdiniz, yoxsa təsadüfi seçim oldu? Yox, gələcəkdə fikirləşirəm, sərgi etmək fikrimiz var Əlcəzairdə. Çünki Əlcəzairdən gəlmişəm əlbəttə ki. Ora hazırlıqdır. Belədir. Hələ ki hal-hazırda 2 əsərim var. İnşallah gələcəkdə. İlk dəfə onda burada nümayiş olunur. dəfə. Heç əsərlərə baxıb sizə fikir söyləyən oldu, yoxsa hələ baş qarışıqdır müzakirələrə? Əsərlərə baxıb əslində məni axtaran da oldu, soruşan da oldu. Çox sağ olsunlar öz gözəl tövsiyələrinə görə, gözəl sözlərə görə. Hər bir sizə rəssamlarla da danışdım, onların da müəyyən fikirlərini bildim, tövsiyələrini eşitdim. Çox xoşdur, çox xoş bir şeydir əlbəttə ki, gözəl bir şeydir. Onlardan tövsiyələri almaq, çünki onlar özləri çox puxtələşmiş, çox tanınmış bir rəssamlar, peşəkar insanlardır, bəli. Onun üçün də peşəkarlardan belə bir tövsiyələr almaq mənim üçün çox xoşdur. Əslində mən çox işlə məşğulam, bilirsiniz, yəni ki, həm rəqs qrupum da var, həm əl işlərindən sərgilərə də gedirəm, defilələr də Azərbaycan geyimlərindən qatılıram defilələrdən, yəni ki, Azərbaycan milli geyimlərindən, televiziyalarda bizim yeməklərimizi, gözəl, dadlı yeməklərimizi göstəririk, nümayiş etdiririk. Yəni Azərbaycanı tanıtmağınız çox istiqamətlidir. Çox istiqamətlidir. Çox sağ olun, təşəkkür edirəm, uğur arzu edirik. Çox sağ olun, çox sağ olun.